Bugünkü cümə xütbəmiz Allah Teala bizə çoxlu nemətlər verib. Allah ki bizə bu qədər nemətlər verdi, bəs biz bu qədər nemətin qarşılığında Allah üçün nələr edirik? Onun qarşılığında biz Allaha nələr veririk? İnşallah bu haqda olacaq. Bir anlıq düşünək, təbii ki biz istəsək ki Allahın nemətlərini sayaq, heç kim Allahın nemətlərini sayıb bitirə bilməz. Mümkün deyil. Məsələn, adi primitiv bir şeyləri sayaq, bizim üçün primitiv da. Səhər durduq yuxudan, gözümüzü açırıq, nəfəs alırıq. Daha sonra ayağı qalxırıq, yeriyə bilirik, görürük, eşidirik. İşdən sonra gedirik evimizə, ailəmiz bizi qarşılayır, övladlarımız bizi qarşılayır, süfrəyə otururuq, qarşımızda ruzi var, Allahın nemətləri var. Bütün bu nemətləri o qədər adi qəbul edirik ki, artıq onların nemət belə olduğunu hiss eləmirik. Özlüyümüzdə, vallah billah, onun nemət belə olduğunu biz hiss eləmirik. Amma görürsən ki, Allah bizdən bu qədər saydığın nemət var ha. Onun birini əlimizdən alanda hiss edirik ki, əlimizdən nemət çıxdı. Onda başa düşürdük ki, Allah bizə nə çox nemətlər vermişdi. Nə zaman anladıq? Əlimizdən çıxandan sonra. Buyurduq ki, Allahın bizə verdiyi nemətləri sayıb bitirmək mümkün deyil. Allah Quran-ı Kərimdə buyurur. Nəhl surəsinin 18-ci ayəsində görün nə deyir? Deyir, sizlər əgər Allahın nemətlərini saymaq istəsəz, onları sayıb qutara bilmərsiniz. Mümkün deyil ki, bir şəxs deyər ki, mən Allahın nemətlərini saya bilərəm. O qədər Allah çox nemətlər verib bizə. Və Allah nemət də deyəndə pulu nəzərdə tutmur ha. Biz bəzən yox ha, çoxu zaman nemət deyəndə pul fikirləşirik. Maşın fikirləşirik, ev fikirləşirik, vəzifə fikirləşirik. Amma Allah ayədə nemət deyəndə bunu nəzərdə tutmur. Çünki hədis biz nə buyurur? Hədis deyir ki, ən böyük nemətlər bir sansıdır, pulla alınmayan şeylər. Ən böyük nemət odur. Məsələn, hədis bunun arxasınca buyurur. Deyir, iman nemətdir ki, Allah sənə bəxş eləyibdir. Bu ağıl ki var bizdə, hədis deyir ki, ən böyük nemətdir. Allah sənə hədiyyə eləyib, bəxş eləyib. Və əyləşmişik burada sağlamlığımız. Hədis deyir, ən böyük nemətdir bu. Vaxt nemətdir. Deyir, valideynləriniz, atavız, anavız sizin üçün böyük bir nemətdir. Övladınız sizin üçün böyük bir nemətdir. Allah sizə deyir, yaxşı dost qismət eləyib, onun özü böyük bir nemətdir. Yenə deyirəm, gedirsən işə, təhlükəsiz şəkildə evə qayıdırsan ha, ailəvin yanına. Onun özü böyük bir nemətdir. Bir insan sənin haqqında gözəl sözlər deyir. Deyir, filankəs yaxşı insandır. Filankəs Allah yolundadır. Filankəs Allahın razılığı üçün yaşayır. Bu sözlər var ha, sənin haqqında düşünülür. Ən böyük nemətdir. Gecə rahat yatmaq. Ən böyük nemət ki, Allah bizə verib. Sonra səhər yuxudan oyanmaq nemətdir. Ən böyük neməti deyim. Ən böyük nemət bilirsin nədir? Günah eləyəndən sonra tövbə edə bilmək. Ən böyük nemətdir ki, Allah sənə bəxş eləyir. Günahdan sonra tövbəni belə qismət eləyir. Bəzən Allah bizə o qədər nemətlər verib, o qədər çox nemətlər verir ki, biz əlimizdə olmayanlara baxırıq. Əlimizdə olanların qədrini bilmirik. Nə ki, əlimizdə yox da, onun haqqında çox düşünürük. Bir nemət ki, əlimizdən çıxır, dərhal deyirik ki, Allah mənə heç nə verməyib. Allah bizdən bir neməti aldı, qarşılığında 100 dənə nemət var ha. Bir nemət çıxıb onu görürük, o 100 neməti görmürük. Ona görə gəlib Allaha şükür eləmirik. Nemətin ən böyük təşəkkürü, bir dənə buna diqqət elə, Əlhəmdülillah demək deyil. Bax ha, təbii ki o sözü işlətmək, Allaha həmd etmək nemətdir. Amma ən böyük nemət dildə o sözü demək deyil ha. Çünki hədis deyir ki, həqiqi şükür dillə olunan şükür deyil. Allah Quran-ı Kərimdə gör nə buyurur? İbrahim surəsinin 7-ci ayəsində. İndi deyəcəm sizə həqiqi şükür nədir? Allah deyir ki, əgər şükür etsəz, sizə ki nemətlər vermişəm ha, verdiyim nemətlərin hər birini qat-qat artıracam. Bir dənə şükür eləyin.
Bundan da mühüm bir məsələ var. Dedik, şükür nədir? Dillə olunan şükür deyil. Hədis bizi açıqlayır. Nemətin həqiqi şükrünü deyir, bu cürünə yerinə yetir. Allah bizə göz verib, ha? Heç bir maddiyatla, pulla alınan bir şey deyil də bu. Bu gözün şükrünü deyir, necə yerinə yetirək? Hədis bizi açıqlayır. Deyir, bu gözlə harama baxma. Bu gözlə harama baxma, bu göz nemətin şükrünü sən yerinə yetirəcəksən. Allah sənə dil verib. Bu dilin şükrünü necə yerinə yetirək? Deyir, bu dil ki verib Allah sənə. Bu dillə insanların abrını aparma. İnsanlara qarşı üzr istəyirəm, həyasızlıq eləmə. Sonra Allah bizə pul nemətdə verib. Pulun şükrünü necə eləyək? Deyir, həmin puluna harama getmə. O Allah'ın verdiği maddi ruzi var, ha, pul ruzisi. Deyir, onu haram işlərə xərcləmə. Allah bizə elm verib hər birimizə. Elmin şükrünü necə yerinə yetirək? Deyir, həmən elmi Allah'ın razılığını qazanmaq üçün istifadə elə. Yoxsa insanları aldatmaq üçün istifadə eləmə. İstəyirsən elmin şükrünü yerinə yetirəsən, Allah'ın razılığı üçün o elmi istifadə elə, o elmin şükrünü yerinə yetirmiş olarsan. Allah bizim bəzilərimizə böyük güc veribdir. Gücün şükrünü necə yerinə yetirək? Deyir, zəifləri əzmə. Özündən zəif olan insanları əzmə. Onunla bu güc neməti ki var, onun şükrünü yerinə yetirmiş olasın. Deməli, bir sözlə hədis bizi açıqladı. Qısaca, nemətin şükrünü necə yerinə yetirək? O neməti Allah'ın razı olduğu yolda istifadə etməklə. Bu cür eləməklə o nemətin şükrünü yerinə yetirəcək. Allah gedib bizə dil nemətini verib. Dilin nə deyir? İnsanın bədənində çox kiçik bir üzv deyə fikir verirsiniz. Çox kiçik bir üzvdür bu dil. Amma görürsən, insanın həm bu dünyasını, həm də ahirətini bu dil dəyişə bilir. Bu dil neməti bir cümlə ilə, bu dillə insanı sevindirə də bilərsən, insanın qəlbini də incidə bilərsən. Bu bir cümlə ilə insan fikir vermədən bir dənə ailəni dağıda da bilər. İnsanları məhv eləyə bilər. Görərsən, bir cümlə söz, yanlış bir söz. Görürsən, illərin dostluğunu məhv eləyir də, hamımız həyatımızda şahid olmuşuq buna. İllərlə olan dostluğu bir cümlə, dildən çıxan bir cümlə söz məhv eləyibdir. Deyir, bir cümlə insanın qəlbini illərlə yaralaya bilir. Bir cümlə bir insanın həyatını dəyişə bilir. Ona görə hədis bizə buyurur ki, Allah ki sənə bu dil nemətini verib, ha. Bu nemətin şükrünü yerinə yetirmək istəyirsən, bunun yolu nədir? Bu neməti, bu dil nemətini Allah'ın razı olduğu yolda istifadə elə. Bu ağzından çıxan sözlər ki var, o sözlərə o qədər diqqət elə ki, o sözlərin hamısında Allah'ın razılığı olsun. Allah'ı narazı salan işlərdə görmə o işləri. Ən böyük nemət. Allah bizə vaxt nemətini veribdir. Çox böyük bir nemət daha. Yaxşı, bizlər bu vaxt nemətini nəyə xərcləyirik? Hansı yolda xərcləyirik? Baxın, hədis deyir bu da. Deyir, pulumu itirsən, yenidən qazana bilərsən. Bir dənə əşyavı itirsən, nə edərsən? Gedərsən, onun yenisini ala bilərsən. Amma gedən bir dəqiqə var, ha. Heç bir kəs gedən bir dəqiqəsini geriyə qaytara bilməz. Zaman görün nə qədər dəyərlidir. Allah Teala Əsr surəsində, Quran-ı Kərimdə 1-ci, 2-ci ayəsində buyurur: "Vel əsr, innel insane lefi xusr." Allah and içirir. Allah zamana and içir. Sonra nə deyir? Deyir, həqiqətən insanlar ziyan içindədir. Necə ağır bir ayədir, maraqlı nöqtələr var ya. Allah burada da insanın ziyan içində olduğunu bildirir. Amma puldan danışmır ya burada. Fikir verirsən, Allah burada zamana and içdi. Dedi, and olsun zamana. Çünki insanın əsl sərvəti onun ömrüdür. Ən böyük sərvətdir bu ömür. Allah bizə bəxş eləyibdir. Ömürdən bir gün keçsə, hər şeyi ver, bir günü geri ala bilmərsən, düzdür? Dünyanın ən zəngin insanına bu sualı verirlər, özü də danışır. Dünyanın ən zəngin insanıdır. Deyir, bütün var dövlətimi verməyə hazıram. Ömrümə bir gün əlavə olunsun. Bir amma nə qədər çalışdım, gördüm, belə bir şey mümkün deyil.
Ona görə Allah and içir ki, zamana bizə başa salmaq istəyir ki, ey bəndələrim, sizin ən böyük nemətiniz ömürdür. Onu da maddiyyatla ala bilmərsiniz. Sonra buyurur, sağlamlıq neməti. İnsan övladı sağlamlıq əlində olanda fərqinə varmadığı ən böyük nemətlərdəndir. Sağlamlıq neməti. Həzrət Peyğəmbər buyurur, deyir, iki nemət var ki, insanların çoxu onun qədrini bilməzlər. Birinci sağlamlıq və boş vaxt. Dəhşət hədisi. Bu hədis insanın həyatına bir dənə güzgü tutur. Oturasan, saatlarla bu hədis haqqında fikirləşəsən. Ki, sağlamlıq neməti. Allah bəxş eləyibdir sağlamlığı mənə. Nəyə sərf edirəm? Allah mənə bu ayaqlar verib. Bu ayaqlarımla hara gedirəm? Allah mənə göz veribdir, sağlam göz. Bu gözlərimlə nəyə baxıram mən? Gözlərimi hansı yolda istifadə edirəm? Allah mənə qəlb neməti veribdir, ən böyük nemət. Qəlbimi nə ilə doldurmuşam? Dünya sevgisi ilə, ha? Ahirət sevgisi, Allah sevgisi olmalı, görürsən qəlblərimiz dünya sevgisi ilə doludur. Yadda saxla, ha? İnsana verilən hər bir nemət, ahirətin günündə bizim qarşımıza şahid kimi çıxacaq. Şahidlik eləyəcək orada. Ki, ya Rabbi, bu ayaqlarla hara getdi, bu gözlərlə hara getdi, bu qəlbi nə ilə doldurdu, bu qulaqlarla nələr eşitdi, bu dillə nələr danışdı. Hamısı bizə şahid kimi çıxacaq ahirətin günündə. Bu nemətlər haqqında soruşulacaq. Allah Quran-ı Kərimin Təkasür surəsində buyurur. Deyir, sonra həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız. Allah sizi sorğu-sual eləyəcək. Çox ağır bir ayədə. Allah demədi ki, nemətləri göstərəcəm sizə. Sözü demədi. Allah deyir ki, o nemətlər vermişdim, ha? Hamısı haqqında sizə sorğu-sual eləyəcəm. Yəni, sual belə olmayacaq. Bəndəm, sənə nə verdim? Sual bu deyil. Sual nədir? Bəndəm, sənə verdim. Verdiklərimin neynədir? Sənə bu qədər nemət verdi. Nə iş gördün o nemətlərlə? Allah bizdən bunu soruşacaq. Çünki nemət yalnız sahiblik deyil. Allahın verdiyi hər bir nemət bir məsuliyyətdir insan boynunda. Hamısı bir məsuliyyətdir. Mən deyərdim çoxu zaman, bəzən də yox, çoxu zaman nə deyirik? Bu mənimdir. Məsələn, cibimizdəki pula belə deyirik, bu mənim pulumdur. Amma müminin baxışı biz necədir? Hədis deyir. Deyir, bu pul mənə verilmiş bir əmanətdir. Mənə məxsus görsənir, amma əmanətdir. Mənə verilibdir. Bu övlad mənim övladımdır, bəli. Amma övlad Allah tərəfindən mənə verilmiş bir əmanətdir. Mömin bunu düşünür. Müminin bir vəzifəsi var, deyir, mənim vəzifəmdir, vəzifə sahibiyəm. Amma Allah ki, bu vəzifəni verib mənə, bu vəzifə məsuliyyətdir. Allah mənim boynumda bir məsuliyyət qoyub. Bəli, güclü insan deyir, mənim gücüm var. Amma bu gücü Allah məni imtihan eləmək üçün verib. Mənim imtihanımdır. Allah bizə yadda saxla, nə qədər nemətlər verir, ha? Həmin nemətlərlə bizi imtihan eləyir. Ona görə təkəbbürü eləməyək ki, bunlar bizimdir. Bunlar mənimdir. Mənimdir deyə bir şey yoxdur. Mənim deyə düşündüyümüz hər bir şey bizə verilən bir imtihandır. Bir məsuliyyətdir. Görürsən, bəzi insanlar var, yoxsulluqla imtihan olunur. Görürsən, bəzi insanlar var, var-dövlətlə imtihan olunur. Elə insan var, Allah onu sağlamlığı ilə imtihan edir. Elə insan da var, onu xəstəliyi ilə Allah imtihan edir. Amma bizdə görsən, bir balaca bədən ağrıyanda nə edirik? Özümüzdən çıxırıq. Əyyub Peyğəmbərin həyatını danışsaq, Quran-ı Kərim deyir, hansı əzablara düçar olmuşda, mən dəfələrlə cümə xütbəsində demişəm. Nə qədər ağır əzablar, nə cür ağır xəstəliklərə düçar olmuşdu, nə deyirdi? Allaha həmd eləyirdi. Allahdan kömək eləyirdi. Ən axırda hər bir şey qutarmışdı, bir dənə gözlə işarə verə bilirdi. Orada belə Allaha təvəkküllədi. Allah neynədi? O imtihandan onu üzaq çıxartdı, bütün sağlamlığını qaytardı, hər bir şey ki var dövlətini almışdı, qat-qat artığı ilə ona verdi. Niyə? Səbrinə görə, təvəkkülünə görə, şükrünə görə. Başa düşdü ki, bu xəstəlik mənim imtihanımdır.
O imtahandan üzü ağ çıxdı. Qarunun nümunəsini bilirsiniz də, Quranda böyük bir nümunəsi var Qarunun. Allah Teala Quran-ı Kərimdə buyurur da, Qəsəs surəsinin 76-cı ayəsindədir. Deyir, həqiqətən Qarun Musanın qövmündən idi və onlara qarşı həddini aşdı. Gör nə deyir? Deyir, biz ona elə xəzinələr verdik ki, onların açarlarını daşımaq üçün bir dəstə güclü adamın gücü çatmırdı. Nəyə çatmırdı? Xəzinəyə yox, xəzinənin açarlarını daşımağa. Nə qədər Allah var dövlət vermişdi ona. Nə boyda sərvətdən danışılır ha burada. Yaxşı. Qarun nə dedi? Bu qədər söhbətin qabağında. Qarun Qəsəs surəsi 78-ci ayə. Görün Qarun nə deyir? Deyir, bu var dövlət ki var, bu var dövlət mənə yalnız məndə olan elm sayəsində verilib. Təkəbbürüyə bax ha. Mənim elmimin sayəsindədir mənim var dövlətim. Yəni, nemətin sahibini unutdu. Neməti gördü, görürdü o nemətləri. Neməti kim vermişdi? Onu unutdu Qarun. Unutdu ki, bu neməti ona kim verib? Ona görə nə oldu? Allah ondan bütün var dövlətini aldı. Çünki o imtihana üzü qara çıxdı. Yazırlar, hər gündə axirət gününə kimi bir insan boyu qədər yerin altında düşür aşağı. O vəziyyətə qalıbdı Qarun. Yaxşı. Başqa bir hədis deyim sizə. Deyir ki, insan öz zəhmətimlə qazandım deyə bilər. Bu sözdə problem yoxdur. Bəli, insanıq. Deyə bilərik, zəhmətimlə qazanmışam, zəhmət çəkmişəm. Amma deyir, insan bunu unutmasın. Bu ki, zəhməti çəkdim, bu zəhməti çəkmək üçün mənə güc lazım idi. Bu gücü kim verdi? Deyir, insan bunu fikirləşsin. Yaxşı, mən bu işləri görürəm. Bu zəhməti çəkirəm. Bu zəhməti çəkmək üçün insan bir ağlı olmalıdır da. Bu ağlı mənə kim verdi? Bunu düşünməlidir. Yaxşı, bu neyməti ki, qazanmaq üçün cəhd göstərirəm, zəhmət çəkirəm, hə? Bunun üçün bu fürsət lazımdır. Bu fürsəti mənə kim verdi? Hədis deyir bu. Deyir, bunlar haqqında düşün. O zəhmət çəkmək üçün sənə sağlamlıq lazımdır. Düşün ki, o sağlamlığı sənə kim verdi? Allah verib də. Sənə bir mühit lazımdır zəhmət çəkmək üçün. Deyir, dərhal düşün. Səni o mühitdə kim qərar verdi? O mühiti səni kim yaratdı? Deyir, insan övladı daim bu haqda düşünməlidir. Bunları düşündün, dərk eləyəcəksən ki, sənə verilən nemət Allah tərəfindəndir. Deyir, bunun arxası var, ha? Bunlar hamısı silsilədir. Ondan sonra deyir, neməti bölüşmək haqqında düşün. Allah sənə nemətlər verir, bunu bölməyi haqqında düşün. Çünki deyir, neməti bölməyin özü bir şükürdür. Həmən neməti müqabilində. Bəzən deyir, Allah bizə neməti verir ki, o neməti başqasının ehtiyacını ödəyək. O nemətlə. Başqasının ehtiyacını ödəyək. Deyir, əgər Allah ki, sənə çoxlu ruzi veribsə, dərhal düşün ki, bu bizim yalnız rahatçılığımız üçün deyil. Yalnız mənim üçün deyil. Həmin ruzinin içində Allah bir yetimin haqqını qoyubdur. Bir ehtiyac sahibinin haqqını qoyub, bir kasıbın haqqını qoyub, bir xəstənin bir dərman payını qoyub. Görürsən, bugün nə qədər tələbələr var, ehtiyacları var, bir dənə kitabı alsınlar. Bir tələbənin götürüb orada bir kitabın payını qoyub Allah. Düşünmə ki, hamısı mənimdir. Allah sənə vasitəsi qərar verib. Çalış, Allah verdiyi ruzidən bu ehtiyacların payını ver. Onlara yardım elə. Allah Ali İmran surəsinin 92-ci ayəsində buyurur. Deyir, sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə yaxşılığa nail ola bilmərsiniz. Biz öz sevmədiyimiz şeyi verəndə nə deyirik? Mən kömək elədim. Nə ilə kömək elədim? Artıq qalanımla. İstifadə eləmədiyimdən, mənə lazım olmayandan və yaxud cibimdə deyək, loru da olsa deyim də, məsələn də, bir dənə 100-lüyüm var, bir dənə 5-liyim var, bir dənə manatlığım var, götürüb o manatı verirəm. Azdır da, azı verirəm. Bu mənim sevdiyim şey deyildi. Sevdiyim nə idi? Bu böyük puluydu. Hünər oradaydı ki, o böyük pulu verərdi. Sevdiyin şey onda olur. Allah da deyir ki, sevdiyin şeylərdən verməyincə xeyrə nail ola bilmərsən. Xeyrə çatmağın yolu nədir? Öz sevdiyin şeylərdən vermək. Həmən anda öz sevdiyin şeydən sən Allah yolunda versən, bu tamam başqa bir səviyyədir.
tamam başqa bir səviyyədə abi. Çünki o zaman sən öz nəfsivə deyəcəksən. Deyəcəksən ki, Allah mənə verdi, mən də bunu Allah yolunda bəndəsinə verdim. Çünki Allah məndən bunu istəmişdi. Onda sən öz nəfsivə qalib gələcəksən. Sonrası buyurur. Deyir, bu işlər var, sayıram sizə. Bunlar hamısı deyirəm də silsiləvidir. Bu işlər ki, danışdım sizə, bunları gördükcə hədis deyir ki, sizin nemətləriniz artacaq. Nemətləriniz çoxalacaq. Sonra vəzifən nədir? Deyir, nemətin artdıqca sən də şükrünü artırmalısan, Şükrü artırmağın ən gözəl yolu birisi nədir? Ərəfə duası İmam Hüseyin əleyhissalamın. Bir dənə vaxt eləyin. 2 gündən bir, 3 gündən bir o ərəfə duasını oxuyun. Dəhşət bir dənə dua deyə. Orada insan Allahın ona verdiyi nemətlər haqqında bir-bir düşünməyə başlayır o duada. Ki Allah bizə nə qədər nemətlər verib. O nemətlər haqqında düşünürsən, onda görürsən ki, mənim Allaha nə qədər borcum var, bunu hesablayıb bitirə bilə bilmərəm. Nə qədər borcluyam mən Allaha. Orada başa düşürsən ki, Allahın bizə ehtiyacı yoxdur, bizim Allaha ehtiyacımız var. O duanı oxusan bunu başa düşəcəksən. Allah bizim sədəqəmizlə zənginləşmir. Biz verdiyimiz sədəqə ilə saflaşırıq. Bəlalardan yüngülləşirik. Biz zənginləşirik verdiyimiz sədəqə ilə. Allah bizim zikrimizə möhtac deyil, vallah. Biz Allahın zikrinə möhtacıq. Biz möhtacıq ki, Allahı çoxlu zikr elə. Niyə? Çünki Quran da deyir, qəlbin aram olmaqını istəyirsənsə, Allahı çoxlu zikr elə. Bizim ona ehtiyacımız var. Bunları harada dərk eləyirik? Ərəfə duasında. Ona elə deyirəm, açın ərəfə duasını oxuyun. Dəhşət, möhtəşəm bir duadır. İndi bu qədər nemətləri gördük. İndi başlayaq xütbənin əvvəlinə. O qədər danışmayacağım, qısadır. Bəs yaxşı, biz Allah üçün nə edirik? Biz Allah üçün nə işlər görürük? Allah ki, bizə bu qədər nemətlər verdi. Saydıq, gördük. Gücümüz çatan qədər olan neməti saydıq. Bu qədər nemətin müqabilində biz Allaha nələr qaytarmışıq? Sualın cavabını hamımız böyük şeylərdə axtarırıq. Böyük əməllərdə axtarırıq. Cavab çox sadədir. Vallah billah. Bunun cavabı çox sadədir. Hədis açıqlayır bunun cavabını. Hədis buyurur ki, bugün bir insanın qəlbini qırmamaqla Allahın verdiyi nemətlərin şükrünü yerinə yetirdi. Sadə bir şey. Sonra hədis buyurur, bir dənə haramla üzbəüz gəldin, o haramdan gözünü çəkməklə Allahın verdiyi nemətin şükrünü yerinə yetirirsən. Sonra görürsən bir ehtiyac sahibidir, o ehtiyac sahibinə əl uzadırsan, deyir həmən anda Allahın verdiyi nemətlərin şükrünü yerinə yetirmiş olursan. Daha sonra buyurur, valideynləmə. Valideynlərimizin yaşlıdırlar da, xidmətə ehtiyacları var. Valideyni və xidmət etməklə Allahın verdiyi nemətlərin şükrünü yerinə yetirmiş olursan. Allah bizə övlad neməti verib də, Allah övladı olmayanlara da övlad qismət eləsin. Övladıva düzgün tərbiyə ver. Deyirsən ki, övladıva düzgün tərbiyə verdin, Allah səndən razı qalır. Bu halda Allahın nemətlərinin şükrünü yerinə yetirmiş olursan. Ruzi, halal ruzi qazanmaqla, namazı deyir, vaxtında qıl. Namazı əvvəl vaxtında qılmaqla Allahın verdiyi nemətlərin şükrünü yerinə yetirmiş olarsan. İndiyə kimi nə qədər günahlar eləmişik, qalasan Allahla, tək tənha, xəlvətdə. Deyir, Allaha günahlarını etiraf edib tövbə elə. Allahdan bağışlanma istə. Bu əməllə, bu işlə deyir, Allahın şükrünü yerinə yetirmiş olarsan. Deyir, insanların ola bilər haqqına girmişik, ola bilər yox girmişik. Bəzən bilərəkdən etmişik, bilməyərəkdən etmişik. Ged insanlardan halallıq al. Ala bilmirsən, o insanı tapa bilmirsən, Allahdan onun günahlarının bağışlanmağını istə. Bu yolla Allahın nemətlərinin şükrünü yerinə yetirmiş olarsan. Sonra buyurur, xüsusi qeyd edir bunu. Yetimlərin üzünü güldür. Get yetimlərin üzünü güldür. Bu işlə deyir, Allahın şükrünü yerinə yetirmiş olarsan. Xəstələri ziyarət elə, insanların dərdinə qulaq as. Hamımızın dərdi var, söz yox. Hamımızın bir dərdi var, iki dərdi var. Görürsən, biri gəlir sənə dərd danışır, çətin də ola bilər. Biz Allah deyirik ki,
Allah bizim saatlarla dərdimizi dinləməyə hazırdır, özü də yorulmadan. Biz getmirik o qapıya. Amma biz insan yoruluruq. Biri gəlib bizə bir dərdimizi danışanda, deyir, çalış onun dərdinə qulaq as. Dərman ola bilməsən belə dərdinə qulaq as. Bununla, deyir, Allahın şükrünü yerinə yetirərsən. Nemətlərin şükrünü yerinə yetirmiş olarsan. Sonda, deyir, ən böyük nemət elə bilirsən nədir? Ən böyük şükür. Nemətin Allah tərəfindən gəldiyini bilmək. Və bu xütbənin pik nöqtəsidir. Bir dənə dərk elə ki, bütün nemətlər mənə Allah tərəfindən gəlib. Bunu dərk elədin, ən böyük şükrünü yerinə yetirmişsən. Bunu demişəm, qoy təkrar da olsa xütbədə də yeri də deyim. Davud Peyğəmbər bilirsinizsə, Allahla müracaat eləyir. Münacatların birində deyir, ya Rəbbim, mən sənə necə şükür edim ki, şükür etməyin özü ən böyük nemətdir. Allahın cavabı bilirsiniz nədir? Allah deyir, ey Davud, kifayətdir. Mənim istədiyim budur ki, bir dənə başa düşəsən ki, şükür etməyin özü bir nemətdir. Bunu dərk elədin, ən böyük şükürü yerinə yetirdin. Bax, sadə bir şeydir. Biz bunlara diqqət eləmirik. Elə bu gündən fürsətlə öz həyatımızda bir dəyişiklik eləyək. Öz həyatımıza bir düzəliş verək. Hər səhər oyandığında bu 3 dənə şey haqqında düşün. Diqqətlə qulaq as buna. Bu 3 şey haqqında düşün. Birinci, Allah mənə bu gün nələr veribdir? Nələr bəxş eləyibdir? Sonra, Allah ki, bu nemətləri verib mənə, bu nemətlərdən nə cür istifadə eləməliyəm? İkinci, bunun haqqında düşün. Üçüncü, mən bu gün Allah üçün nələr eləyəcəm? Özündə bir proqram qur. Və bunlar haqqında düşün. Çünki buyurur, bu 3 dənə şey var, saydım sizə. Bu insanın həyatını dəyişəcək. Öz həyatında bu 3 şeyin vasitəsilə dəyişiklik elə bilərsən. Səhər gözümüzü açdıq, deyək ki, Allahım, sənə çoxlu şükür. Min şükür, ya Rəbbim, sənə mənə bir gündə daha verdin. Böyük bir nemət bəxş elədin mənə. Sonra özünə sual ver ki, bugün Allahın razılığı üçün mən necə yaşayacam? Necə eləyim ki, Allah məndən razı qalsın? Çünki bəzən elə ola bilər ki, bugünkü günümüz son günümüz olsun da bizim. Çünki xəbərimiz yoxdur da, ölüm haçan gəlir. Elə ola bilər bugün son günümüzdür bizim. Bəlkə də sabahı düşünürük, amma həmin nemətlər sabah əlimizdən çıxa da bilər. Çünki bir gün bizim üçün belə bir gün gələcək də, insan yalnız öz əməlləri ilə qalacaq. Quran deyə bu da, Quran ayəsidir. O gün deyir, insan geriyə baxacaq, nə deyəcək? Kaş. Ən ağır, ən əvəz olunmaz, ən geri dönülməz söz budur. Kaş sözünü işlədəcək. Deyəcək, kaş vaxtımı boş yerə sərf etməyəydim. Kaş zamanımı boş yerə sərf etməyəydim. Kaş ki, Allah mənə sağlamlıq vermişdi, ondan daha yaxşı istifadə eləyəydim. İnsanın ahirətdə deyəcəyi sözlər deyir. Kaş o sağlamlığından daha yaxşı istifadə eləyərdim. Ey, vay olsun mənim halıma. Kaş valideynlərimin qədrini biləydim. Kaş valideynlərimi incitməyəydim. Kaş onlara xidmət eləyəydim. Onların qulluğunda duraydım. Kaş ki, övladlarımla, ailəmlə daha çox vaxt keçirərdim. Onlara daha çox vaxt ayırardım. Ey, vay, sonda bilsən nə deyir? Deyir, kaş Allahın mənə verdiyi nemətlərin qədrini biləydim. Vay olsun mənim halıma. Mən Allahın mənə verdiyi nemətlərin qədrini bilməmişəm, amma o gün o kaşların heç bir növ faydası olmayacaq. O fayda bax bu günləridir ki, Allah izin verdi, bizlər bu sözləri eşildik, ayılmağa fürsət verdi Allah bizə. Sanki ahirətin günüdür. Yaşa da bu günləri eşitdik. Bundan sonra öz həyatımıza diqqət eləyək.